Salam dostlar, gəlin bugün 2-ci sinif kitabında Lunchtime at the Zoo mətnini oxuyaq, tərcümə eləyək. Lunchtime at the Zoo. Lunchtime nahar vaxtı deməkdir. At the zoo, zooparkda. Zooparkda nahar vaxtı. It's lunchtime at the zoo. Zooparkda nahar vaxtıdır. Look at the monkey. Meymuna bax. Monkeys like bananas a lot. Meymunlar bananı çox xoşlayırlar. Look at the rabbits. Dovşanlara bax. Rabbit, dovşan. Look at, nəyəsə baxmaq. Rabbits eat fresh fruit and vegetables. Rabbits, dovşanlar. Eat, yemək, hərəkət bildirir amma. Fresh, təzə. Fruit, dostlar, fruit yox. Fruit, meyvə, meyvələr. Vegetables, tərəvəzlər. Dovşanlar təzə meyvə və tərəvəz yeyirlər. They like carrots and apples. They like, onlar xoşlayırlar. Carrot, kök, apple, alma. Onlar kök və alma xoşlayırlar. They don't like milk. Milk, süd. Don't like, xoşlamırlar. Onlar süd xoşlamırlar. Horses like carrots and apples too. Horse, at. Horses, atlar. Atlar da həmçinin kök və alma xoşlayırlar. They don't like hamburgers or pizza. Onlar hamburger ya da pizza xoşlamırlar. Children like the zoo. Uşaqlar zooparkı xoşlayırlar. Children, uşaqlar. They also like hot dogs. Onlar həmçinin hot dog da xoşlayırlar. Dostlar, siz nə xoşlayırsınız bəs? Kommentlərdə yazın. Bye bye.